Adın çəkim idmançıların döyüşü bir qədər sonra baş tutacaq, amma daha öncəsində bel xalçasına Sabir Məmmədzadə təhsil idman cəmiyyəti qırmızı geyimdə dəvət olunub. Onun rəqibi isə Şadiyar Abbasovdur, Cəlilabad idmançısı. Hazırda Sabir Məmmədzadənin 4 xallıq fənd, 4 xallı hesabı ilə öndə olduğunu gördük. Birinci sən sonuna 52 saniyə qalıb. Görüşük xalçı hakimi Əkbər Məmmədlidir. Beynəlxalq dərəcəli hakim Göyçayı təmsil edir. Qırmızı geyimli idmançının daha üstün olduğunu görürük. Artıq birinci hissədə başa çatmaq üzrədir. Son 12 saniyə birinci hissədə. Görək Şadiyar Abbasov, Cəlilabad idmançısı ikinci hissədə geri dönüş edə biləcəkmi? Çətin görünür təbii ki. Dönüş edə biləcəkmi? Çətin görünür təbii ki. Fasilə. İkinci hissə başladı. Sabir Məmmədzadənin üstünlüyü davam edir Şadiyar Abbasovla mübarizədə. Və indi Sabir Məmmədzadə fənd işlətdi. Və indi Sabir Məmmədzadə fənd işlətdi. Xalçadan çıxdı, 4 xallıq fənd. 8-0 olur hesab. Yox, üzr istəyirəm, Şadiyar Abbasov fənd işlətdi və 4 xallıq fənd. Hesab bərabərləşdirir. Göycəyimli idmançı hesab bərabərləşdirir, amma bu hesab onun xeyrinədir. Çünki 4 xallıq fənd işlədib.
Sabir Məmmədzadə məğlubiyyətdən qaçmaq üçün mütləq xal qazanmalıdır. Heç olmasa rəqibi xalçadan çıxarmaqla hesabı xeyrinə dəyişmək üçün. İndi Şadiyar Abbasovun fürsəti var. Amma fürsətə yaralana bilmir. Hakim görüş saxladı. Ayaqsa davam edəcək mübarizə. Son 40 saniyə. Ayağından tuttu rəqibin. Son 40 saniyə. Ayağından tuttu rəqibin. Sabir Məmmədzadə xal qazanır, 2 xal. Hesabı xeyrinə dəyişə bildi. Sabir Məmmədzadə təslim olmadı sona qədər mübarizə. Daha 2 xal. 8-4 oldu hesab. Aktivini zəngiləşdirir. Xal aktivini 10 xal, 12 xal oldu artıq. 12-4, 8 xallıq fərq var. 1-2 xallıq fənd bəs edəcək. İki xallıq fəndə gəldi, 14-4 və görüş başa çatır. 10 xallıq fərq kifayət edir. Görüş vaxtından əvvəl başa çatması üçün 14-4, sona 5 saniyə qalmış. Qırmızı geyimli idmançı Sabir Məmmədzadə bu görüşdən qələbə elanı adını 8-1 finala yazdırır. Onu da söyləyək. İndi B xalçasına Gəncə təhsil idmançısı Elnur Cabbarlı ilə Amil Abdullayev Şəmkir idmançısı dəvət olunacaqlar.